Salam, xoş gördük sizlərə. Bugünkü mövzumuz dünya əhalinin təbii artımı, yaş cins tərkibi, məskunlaşma formaları haqqında olacaq. İlk növbədə bunu bilməliyik ki, təbii artımdır, əhalinin yaş cins tərkibidir, əhalinin sayı ilə bağlı olan məsələləri öyrənən elm sahəmiz demoqrafiya elmi adlanır. Demoqrafiya əhali ilə bağlı olan bütün məsələləri öyrənən elm sahəsidir. Daha sonra təbii artım nədir? Təbii artım doğumla ölüm arasındakı fərqdir. Yeni il ərzində tutulan 1000 nəfərə 6 nəfər doğulub, 4 nəfər ölüb. 6-dan çıxırıq 4-ü, eləyir təbii artımımız 2. Bu deməkdir. Təbii artım iki tipə ayrılır. Təbii artımın birinci tipi müasir tip və yaxud da deyirik buna və təbii artımın ikinci tipi və yaxud da ənənəvi tip deyirik. Müasir tip inkişaf etmiş ölkələr üçün xarakterikdir. Ənənəvi tip isə inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Müasir tipdə, yəni birinci tipdə doğumla ölüm arasındakı fərq azdır. Maksimum 12 nəfər, hər 1000 nəfərə 12 nəfər düşür. Yəni doğumun sayı az deməkdir. Ölüm də azdır, doğum da azdır. İkinci tipdə isə əksinə 1000 nəfərə 12 nəfərdən çox olur. 12-24 arası olur çox vaxtı. E, deməli, İkinci tipdə nə olur? İnkişaf etməkdə olan ölkələr üçün xarakterik oldu. Doğum yüksək, ölüm yüksək. Buna görə nəticədə təbii artım yüksək olur. Müasir tipin yayıldığı ərazilər ABŞ-dır, Kanadadır, inkişaf etmiş ölkə, Qərbi Avropa inkişaf etmiş ölkə, Yaponiya inkişaf etmiş ölkə, Avstraliya inkişaf etmiş ölkədir və istisna olaraq inkişaf etməkdə olan ölkələrdən Şərqi Avropa ölkələri birinci tipə aiddir, Azərbaycan birinci tipə aiddir, Qazaxıstan birinci tipə aiddir, Rusiya birinci tipə aiddir, Çin birinci tipə aid olan ölkədir. İkinci tipə isə Latın Amerikası ölkələri, Afrika regionu ölkələri, Cənub-Qərbi Asiya regionu ölkələri, Cənubi Asiya, Cənub-Şərqi Asiya ölkələri xarakterikdir. Yəni doğum yüksək, ölüm yüksəkdir. Təbii artımın təbii artımın yüksək olması hansı problemlər yarada bilər? İnsanlar arasında yoxsulluq yaradar, aclıq problemi yaradar, müharibələr baş verər, işsiz insanların sayı artar, əhalinin sayının kəskin artması nəticəsində ekoloji fəlakətlər baş verər, yəni ətraf mühit daha çox çirklənər, tibb xidmətinin keyfiyyəti aşağı düşər, xəstəliklərin sayı artar, əhalinin kütləvi savadsızlığı baş verər. Ə, Bunlar inkişaf etməkdə olan ölkələrdə əhalinin yüksək təbii artımı ilə bağlı olan xüsusiyyətlərdir. Yəni ikinci tipə aid ölkələr təbii artımda. Daha sonra keçdik əhalinin aşağı təbii artımı. Bu da inkişaf etmiş ölkələr üçün xarakterdir. Doğumla ölüm arasındakı fərq azdır, doğum da azdır, ölüm də azdır, çünki səhiyyə yaxşı inkişaf edib. Birinci tipə aid olan ölkələr üçün xarakterlikdir. Nəticədə nə olur? Doğum az olduğuna görə əhalinin sayı azalır. Nəticədə işçi qüvvəsi gələcəkdə əmək ehtiyatlarının sayı çatışmazlığı müşahidə olunur. Bu çatışmazlığı aradan qaldırmaq üçün immiqrasiya baş verir. Yəni kənar ölkələrdən ölkənin ərazisinə işləmək üçün mühacirlər gəlirlər. Daha sonra tip yaxşı inkişaf elədiyinə görə, səhiyyə yaxşı inkişaf elədiyinə görə yaşlı əhalinin xüsusi çəkisi artır və təqaüd yaşı da artırılır. Çünki orta ömür müddəti uzun müddət uzun olduğuna görə təqaüd yaşı da artırılır. Əhlin təbii artımı ilə bağlı problemlərin həlli yolu kimi doğumun azaldılması, misal üçün inkişaf etməkdə olan ölkələrdə təbii artımı azaltmaq üçün görülən tədbirlərdir. Doğumu azaldırlar. Bunun üçün nikah yaşını yuxarı qaldırırlar ki, daha gec ailə qursunlar. Az uşaqlı ailələrə üstünlüyün təbliğatı aparılır. Əhalini tippi cəhətdən maarifləndirirlər. Boş ərazilərin mənimsənilməsi bunlar təbii artımı bağlı problemlərin həlli yolları kimi göstərilir. Təbii artıma görə ölkələri qruplaşdırsaq, təbii artım yüksək olan ölkələr, yəni doğum da yüksəkdir, ölüm də yüksəkdir. Doğum insanların savadsızlığı, ölüm isə səhiyyənin zəif inkişaf etməsi ilə bağlı göstərə bilərik nümunə. Afrika ölkələri və Asiya ölkələrdir. Asiyada Moğolistandır, Filippindir, Banqladeşdir. Afrikada da bu ölkələri nümunə göstərə bilərik. Təbii artımı orta səviyyədə olan ölkələr, Asiya və Cənubi Amerika ölkələri, Çin, Hindistan, Türkiyə, Kuba, Braziliyanı göstərə bilərik. Təbii artımı aşağı olan ölkələr isə əsasən Şərqi Avropa ölkələrini göstərə bilərik. Şərqi Avropa ölkələrini ki, bunlarda bəzən təbii artım mənfiyə düşür. Yəni getdikcə azalır ki, bu prosesdə depopulyasiya adlanır. İnkişaf etmiş ölkələrdə aşağı doğum hadisəsi müşahidə olunur və bunun nəticəsində demoqrafik böhran baş verir. Yəni əhalinin sayının azalması. Doğum göstəricilərini artırmaq üçün analara müavinətlər verilir. Çox uşaqlı ailələrə və yeni evlənənlərə güzəştlər tətbiq olunur. Uzun müddətli ödənişli analıq məziyyəti verilir ki, analar həvəslənsin. Tibb xidməti və təhsil ödənişlərinin dövlət hesabına olması, yəni uşaqların, körpələrin uşaq müəssisələrinə cəlb edilməsi və sair kimi tədbirlər görərək
doğumun artırılması üçün siyasət yürüdürlər və bu demoqrafik siyasət adlanır. Doğumun artırılması və yaxud da azaldılması üzrə təbii artımın, yəni yürüdülən siyasət demoqrafik siyasət adlanır. İnkişaf etməkdə olan ölkələrdə isə əksinə yüksək doğum, yüksək ölüm var ki, yüksək doğum və yüksək ölüm baş verir. Təbii artım yüksək olur. Burada demoqrafik partlayış baş verir. Yəni əhalinin sayı çoxaldığına görə. Və burada da doğum göstəricilərini aşağı salmaq üçün nikah yaşını artırırlar. Yəni bizdə 18-ə tutalım 30 yaşa qoyurlar və nəticədə gecə ailə qurduğuna görə uşaq olma problemləri yaranır. Müxtəlif tətbiqat tədbirləri həyata keçirir. Ali təhsil müəssisələrində təhsil alanların ailə qurmasının qarşısını alırlar ki, onlar daha gecə ailə qursunlar. Az uşaqlı ailələrdə uşaqların təhsil və tibbi xidmətlərinə üstünlük verilməsi, uşağı az olan valideynlərə iqtisadi və sosial güzəştlərin verilməsi, bu kimi tədbirlər sayəsində ailədə uşaqların sayının azaldılması üçün demoqrafik siyasət yürüdülür. Avropa ölkələrində təbii artıma baxsaq, bu cədvəli təhlil etsək, təbii artımı sıfırdan aşağı olan ölkələr, yəni təbii artımı mənfi olan ölkələr deməkdir. Əsasən Cənub-Şərqi Avropa və Şərqi Avropa ölkələri Polşadır, Çexiyadır, Almaniyadır, Macarıstan, İtaliya, Portuqaliya, Rumıniya, Yunanistandır. Təbii artımı sıfıra bərabər olan ölkələr, yəni doğumla ölüm arasındakı fərq yoxdur deməkdir. Burada isə doğumun sayı ölümün sayından daha çoxdur. Deməli, daha doğrusu ölümün sayı doğumun sayından daha çoxdur. Ona görə mənfiyə düşür. Əhali azalır deyə. Bura aiddir Avstriya, İspaniya, Slovakiya, Finlandiya, Böyük Britaniya, Danimarka kimi ölkələr. Və təbiətimiz sıfırdan yuxarı olan, yəni müsbət olan ölkələr 0-dan 12 arasında Niderland, İsveç, Fransanı göstərə bilərik. Sıfırdan yuxarı olanları fin şəklində yadımızda saxlaya bilərik baş hərfləri ilə. Daha sonra baxdıq növbəti demoqrafik deməli daha sonra baxırıq demoqrafik keçid mərhələlərinə. Demoqrafik keçid nədir? Ölkələrin sosial-iqtisadi inkişafından asılı olaraq səviyyələrin inkişafı demoqrafik keçid adlanır. Demoqrafik keçid özü 4 mərhələyə ayrılır. Demoqrafik keçidin birinci mərhələsi. Birinci mərhələdə nə baş verir? Doğum da yüksəkdir, ölüm də yüksəkdir. Nəticədə təbii artım aşağı olur. Yəni doğumla ölüm arasındakı fərq az olduğuna görə. Bu mərhələyə əsasən ibtidai cəmiyyət üçün səciyyəvidir. Yeni Qviniya adasıdır, Amazon ovalığı hövzəsidir, Konqo hövzəsidir, rütubətli ekvatorial meşələrdir, ekstremal ərazilərdir ki, bu ərazilərdə doğum yüksək, ölüm yüksəkdir, səhiyyə zəif inkişaf elədiyinə görə. İkinci demoqrafik keçidin ikinci mərhələsi üçün nə xarakterikdir? Deməli, doğumun səviyyəsi gördüyümüz kimi yüksəkdir, ölümün səviyyəsi getdikcə aşağı düşür. Bunun səbəbi nədir? Ölümün səviyyəsi aşağı düşür. Bunun səbəbi nədir? Səhiyyənin yaxşı inkişaf etməsi ilə əlaqədardır. Burada təbii artım yüksəkdir. Təbii artım yüksəkdir. İnkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Asiya, Afrika, Latin Amerikasının inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Bir sıra ölkələr üçün. Və təbii artım da yüksəkdir dedik. Burada həmçinin demoqrafik partlayış da baş verir. Nəyə görə? Çünki əhalinin sayı durmadan artır, nəticədə demoqrafik partlayış baş verir. Demoqrafik inkişafın üçüncü mərhələsində ölümün səviyyəsi sabit qalır, doğumun səviyyəsi getdikcə aşağı düşür. Bu artıq qadınların iş həyatına cəlb olması ilə əlaqədardır. Burada da təbii artım yüksəkdir. Doğumla ölüm arasındakı fərq yüksəkdir. Və burada Latin Amerikasının bir sıra ölkələri bu mərhələyə düşür. Daha doğrusu Latin Amerikasının əksər ölkələri bu mərhələyə düşür. Bu mərhələdədirlər yəni. Daha sonra gəldik demoqrafik inkişafın dördüncü mərhələsində doğumun səviyyəsi də azdır, ölümün səviyyəsi də azdır. Nəticədə təbii artım aşağıdır. Bu deməkdir. Təbii artımın aşağı olması əsasən inkişaf etmiş ölkələr üçün xarakterikdir və təbii artım az olduğuna görə burada bəzən demoqrafik böhran da baş verir. Yəni əhalinin sayının azalması, demoqrafik böhran. Daha sonra gəldik əhalinin cins yaş tərkibinə. Ümumiyyətlə, əhalidə cins tərkibinə görə kişi və qadınların sayına görə qruplaşdırırıq. Kişilər və qadınların sayca bərabər olduğu ölkələrə Monqolistanı, Somali, Efiopiyanı, Seneqalı, Ekvadoru, İndoneziyanı göstərə bilərik. Kişilərin sayca üstün olduğu ölkələr əsasən İslam ölkələridir ki,
Deməli, kişilərin sadəcə üstün olduğu ölkələr əsasən İslam ölkələridir ki, bu da onların adət-ənənələri ilə bağlıdır. Şimali Afrika ölkələri, Cənubi-Qərbi Asiya ölkələri, Cənubi Asiya ölkələri, Çin, buradan Venezuelanı, Perunu göstərə bilərik. Və qadınların sadəcə üstün olduğu ölkələr, sizə inkişaf etmiş ölkələr, ABŞ-dır, Kanada, Meksikadır, Qərbi Avropa ölkələridir, Rusiyadır, Avstraliya İttifaqıdır, Braziliyadır, Argentinadır. Bu kimi ölkələrdə isə qadınlar sadəcə üstündürlər. Cins tərkibinə görə. Daha sonra gəldik əhalinin məskunlaşmasına. Əhalinin 1 kvadrat kilometr ərazidə yaşayan əhalinin sayına əhalinin sıxlığı deyilir. Yəni neçə nəfər 1 kvadrat kilometr ərazisində neçə nəfər əhali yaşayıb. Əhali əsasən də sahil bölgələrdə və sahil boyu bölgələrdə daha sıx məskunlaşıblar. Baxsaq əhalinin sıxlıq xəritəsində tünd bənövşəyi rəng sıxlığın daha çox olduğu, açıq rəng isə daha az olduğu yerləri göstərir. Tünd olduğu yerlərə baxsaq, ABŞ-ın şimal-şərq hissəsidir, Qərbi Avropada Niderland, Belçika olan hissədir. Daha sonra Hindistanın şimalıdır, Çinin şərqidir, Yaponiyada, sonra Yava adasıdır. Əhalinin daha sıx məskunlaşdığı yerlərdir. Ümumiyyətlə dünya əhalисinin çox hissəsi 90%-i 90%-i şimal yarımkürəsində əsasən məskunlaşıblar. Və şərq deməli 90%-i şimal yarımkürəsində və 85%-i də şərq yarımkürəsində məskunlaşmışdı əhalinin. Əhalinin daha sonra məskunlaşmasında da məskunlaşma modelləri yaradılmışdı, məskunlaşma formalarına görə. Var radial model, var xətti model, var sahil boyu model. Radial modeldə nəqliyyat yollarının kesişməsində yaranır, dairəvi şəbəkə şəkli əmələ gətirir ki, buna radial model deyirik əhalinin yaşayış məskənlərinin. Çay sahili boyunca, yol qırağı boyunca uzanıb gedən yaşayış məntəqələri isə xətti modelə, məskunlaşma modelinə aiddir və dəniz sahili, okean sahili mövqedə yerləşən yaşayış məntəqələri isə adlanır sahil boyu model. Dünyada ən hündürdə yerləşən şəhər Boliviyanın paytaxtı La Paz şəhəridir. Hündürlüyü 2625 metr hündürlükdə yerləşir La Paz şəhəri. Bugünkü dərsimiz də bu qədər təbii artımla, əhalinin sayı ilə bağlı məsələlər.